Salam əziz dostlar, əziz qardaşlar. Mən Ruslan Pəhlivan. Bu günlərimizin idman çəkilişindən Namiq Mütəllimovun Kokshin karate üzrə idman çəkilişlərinin hamısını qeydə alacağıq. Namiq müəllim, sizin idman döyüş növlərindən bir balaca deyin, görün, nə üzrədir, nə tərəfdir? Bizim idman döyüş növləri hər kimin İsmail İbrahimov adına Kokshin karate döyüş növləri. Kokshin karate mütləq həqiqət axtaranlar deməkdir. Bu qədər. Biz həqiqət axtarırıq. Həqiqət yolçularıyıq. Bildim müəllim. İndi bu sizin tələbunuzun adı familiyası nədir? Zeynalov Enduzə. Bu da Kokshin karate üzrə? Bəli, bəli. Qırmızı kəmər. Respublika çempionu, qırmızı kəmər. Döyüşdüyü yerlər harada oldu müəllim? Əksər Bakı, ən çox Bakıda döyüşmüşük. Bakıda yarışlarımız çox olur, Götdə yarışımız olur. Bakıda seminarlarımız olur. Yəni 200-dür, yanımdadır. Respublika çempionudur. Məşələ davam edir. Bizə əksər hallarda bəzi valideynlər qız uşaqlarını idmana qoymurlar. Amma əsasən oğlan uşağının daha çox qız uşaqlarına da idman həqiqətən lazımdır. Çünki idman sağlamlıqdır, ruhun qidası. İndi Namiq müəllim, xahiş edirəm ki, idmanı göstərsin. Biz əlavə edeyim. Bəli. Yəni bu gün içində bizdə oğlandan çox qızlara idman lazımdır. Qızlara məşq etmək lazımdır. Oğlan özü müdafiə edə bilir. Həm də qızlara idman lazımdır, özü müdafiə lazımdır. İndi müəllim bir dənə göstərsin bir daha hərəkətlərindən baxın. İndi Namiq müəllim, göstərdiyi hərəkətləri mən kimi yəni idmandan baş çıxmayanlar var da, yəni bu Kokshin karatedən. O udarların hamısının adları varmı? Var, var. Bir dənə onları vurduqsa adlarını da desin, ən azından biz bilək. Bax, işte, o üç gülər düz yumruq. Aprikot, Bakaboy, Kisa, Mavashi, 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 Maceri, Maceri, Mavashi. İndi onu bildim. Bir başa indi onu demədən bir dənə işləsin. İndi Namiq müəllim, dediniz digərdən qız tələbələriniz var. Hansılardır onlar? Əzəl